Rusiyada miqrasiya sahəsində dövlət rüsumlarının məbləği artırılıbdır. Bugündən qüvvəyə minən dəyişikliklərə əsasən Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50.000 rubl, daimi yaşamaq icazəsi üçün 30.000 rubl, müvəqqəti yaşamaq icazəsi üçün isə 15.000 rubl təşkil edəcək. Bundan başqa işə götürənlərin xarici vətəndaşların işə cəlb edilməsinə icazə sənədi alarkən hər bir əmək miqrantına görə 15.000 rubl dövlət rüsumu ödəyəcəklər. Rusiya Dövlət Dumasının məlumatına görə yeni rüsumların tətbiqi federal büdcəyə hər il əlavə 15 milyard rubldan çox vəsaitin daxil olmasına imkan verəcək. Xatırladım ki, bu günlərdə Rusiyada daha bir qanun qəbul edilib və həmin qanuna əsasən Rusiyada və ya xarici ölkədə törətdiyi hər hansısa cinayətə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş əcnəbilər Rusiya vətəndaşlığı, müvəqqəti və ya daimi yaşamaq icazəsi ala bilməyəcəklər. Belə hal sonradan aşkar edilərsə, əvvəllər verilmiş daimi və ya müvəqqəti yaşamaq icazələri də ləğv olunacaq.